2025-ci il blok imtahanında istifadə olunan belə bir maraqlı sual var. Demək deyir ki, doğru fikri seçəcəyik. Hamınız bilirsiniz ki, bədənin qara su yığılan nahiyəsində xəstəlik əskik olmaz. Bax, 2 nədir? Tabeli mürəkkəb cümlə. Birinci tərəf nədir? Baş cümlə. İkinci tərəf nədir? Budaq cümlə. İndi gəlin şərtləri oxuyaq. Həm baş, həm budaq cümlədə baş üzvlərinin hər ikisi işlənmişdir. Demək, bilirsiniz. Kim? Hamınız. Əskik olmaz. Nə? Xəstəlik. Hər ikisində baş üzvlərinin hamısı işlənir. Doğru fikir istəyir. Biri götürəcəm. Baş cümlənin mübtədası bundan söhbət gedir. Sadə əvəzliklə düzdür. Budaq cümlənin mübtədası düzəltmə sifətlə. Nə? Xəstəlik. Bax, bu isimdir. Xəstə olar sifətdə, amma lik onu düzəltmə isim elədi axı. Səndən sifətlə dediyi üçün getdi. Təyin ifadə vasitəsi feil sifət tərkibidir. Baxaq, təyin adıdır. Bədənin qara su yığılan nahiyəsində. Harada? Bədənin nahiyəsi. Bax, bu yelik nahiyəsi mənsubiyyət. Feil sifət tərkibi müstəqil cümlə üzvü deyil. Buna görə burada təyin yoxdur. Hal şəkilçili sadə isimlər müstəqil cümlə üzvü deyil. Hal şəkilçili sadə isim. Bax, bədən hal şəkilçili sadə isimdir. Müstəqil cümlə üzvü deyil. Doğru fikirdir. Hamısı birlikdə ismi birləşmədir. Feili xəbərlərin ifadə vasitəsi əskik olmaz feili xəbərdir. Bilirsiniz, feili xəbərdir. Aha. Fərqli, yəni zamanları fərqlidir. Bilirsiniz, bilmək indiki zamandır. Olmaz, qeyri-qəti gələcək zamandır. Bu düzdür. Şəkilçiləri eynidir. Şəkilçiləri eynidir. Biri ırdı, biri ardı. Bu da getdi. Yaxşı gətirmişdi. Budaq cümlədə bütün ikinci dərəcə üzvlər işlənmişdir. Demək, əskik olmaz nə? Xəstəlik. Harada? Bədənin qara su yığılan nahiyəsində. Bu da zərflik. Hamısı birlikdə olacaq zərflik. Zərflik oldu da. Budaq cümlənin bütün ikinci dərəcə üzvlər işlənmiş. Tamamlıq yox da. Bu da yanlışdır. Ne oldu? 1-4 oldu. 5'e baxaq təzədən. Feili xəbərlə ifadə vasitəsinin zamanları fərqlidir. Üz üstə. Şəkilləri eynidir. Şəkilçi nədir? Şəkilləri eynidir. Bilirsiniz, bu əmr şəklindədir, eləmi? Yox, xəbər şəklindədir, olmaz da xəbər şəklindədir. Hər ikisi xəbər şəklindədir. Zaman şəkilçisi varsa xəbər şəklində. Nə düşünürük? Cavabını